Ad günümə gələn hədiyyəni istəyirəm sizinlə birlikdə açaq. Məncə artıq brendin adından da məlumdur. Bəli, bu bir ətirdir. İlk gördüyüm andan qablaşmasına vuruldum. Çox gözəl. İndi isə açaq baxaq. Çox gözəldir. Bu tam bir hədiyyəlikdir. İndi qoxusunu test edə bilərik. Əvvəlcə qolunu yoxlamaq istəyirəm. Mənə nəyisə xatırladır, amma bilə bilmədim. Bu ətrin qoxusunu sizə tam olaraq belə izah edə bilərəm. Zərif, təmiz, fresh, tam bir qadınsı qoxusu var. Qeyd edeyim ki, qoxusu ağır deyil, zaman keçdikcə hətta daha da yumuşalır. Sizi həm baxımlı, həm də elegant hiss elətdirir. Mənim üçün önəmli olan odur ki, gündəlik istifadə üçün çox rahatdır. Hansı ki, qoxusu ağır deyil və çox incə, zərif bir qoxusu var. Ona görə də gündəlik olaraq rahatlıqla istifadə edə bilərəm. Üst notları təmiz, fresh, yüngül sitrus və çiçəksi qoxulardır. Əgər bu yaxınlarda hədiyyə almağı düşünürsünüzsə, Vienna Bianca ətrini şiddətlə tövsiyə edirəm. Hələlik.